Nə var, nə yox, başladı. Xüsusi sponsor Nabran Palma İstirahət Mərkəzi. Sponsorlar Qızıl Qusar və Qusar Naturals təbii meyvə şirələri. Naftalan Medical Turizm şirkəti. Göran Ticarət Mərkəzi. Banu Mebel Salonu. Yeni mövsümdə, yeni bir formatda, mən Emin Bilet. Amma təbii ki, gözəl bir diyardayıq. Sazın sözün bol olan bir məkanı. Tarixi bir yer və sevilən bir diyar. Payız mövsümündəyik. Havalar soyuq, sərin olsa da qəlbimiz istidir. Elə bu enerji ilə, bu əhval-ruhiyyə ilə bütün MTV Azərbaycanı və Nə var, nə yox proqramın dəyərli izləyicilərini ürəkdən ateşli salamlayıram. Gözəl bir diyarda, Gədəbəydə. Nələr olacaq, nələr? Bunu gedişata biləcəksiniz. Bizim çox sevilən və kaprizli, məzəli, duzlu bir Səmən nənəmiz olacaq. Bunu təbii ki, gedişata biləcəksiniz. Amma ilk olaraq onu da bir təqdim edim ki, bizim çox gözəl istedadlı aktyorumuz, həmkarım, gözəl bir dostum, aparıcımız Natiq Lətifli. Gəl bura Natiq. Natiqin də bu verişə gəlişinin səbəbi var. Çünki bu Natiq bu verişdə özünə məxsus nə edəcək? Hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. Bugündən etibarən Emin brendinin təqdimatında olan bu möhtəşəm bir layihədə biraz formatı dəyişmişik. Çox möhtəşəm bir şey olacaq. Ona görə də ekranınızı dəyişməməyinizi, başqa kanala keçməyinizi istəmirik. Çayınızı süzün, əyləşin. Çünki biz Respublikamızın ən qədim yaşayış məskənlərinin olan Gədəbəydəyik. Gədəbəyin tarixi abidələri 12-7 əsr bundan öncəyə gelib çıxır və buranın dadlı yeməkləri də var. Bugündən etibarən Eminlə bir yerdə biz səmimi olacağıq. Oranın getdiyimiz yerlərin yeməyini, içməyini, orada olan bütün nə varsa hamısını açıb tökəcəyik də ortaya. Gəl, həm gəzmək var, səmimi söhbət var, qeybət də var. Qeybəti yemək mən də var. eləməyəcəm. Sən təbii ki, onu Səmənlə edəcək. Hər kəs işini görəcək. Natiq Kim o Səmənin nə hardan tapmısan? indi Səməni? onun verişin gedişatını görəcəksən. O verişə daha bir gözəllik qatacaq. Bəli. Natiqin əli özü kimi duzludur, dadlıdır, maraqlıdır. Çünki hər bölgənin mətbəxindən Natiq elə mətbəxdə bu gün nə olacağını özü təqdim edəcək, düzdürmü? Gizli saxlayaq da. Amma Gədəbəy nəyə məxsusdur? Gədəbəydə xəngəl olur. Belə havada qəşəng xəngəl də bişirə bilərəm Niyə də sizin olmaz? üçün. Ha? Kətə, dadlı bir kətə, xəngəl, Kətə də olar da. qurtlu xəngəl. Gədəbəydə bir salamlayaq, ateşli yolçu yola gələk. Bu həftə nə var, nə yox, harda? Gədəbəydə. Gədəbəyə gələsən, kətə yeməyəsən. Nə tərsiniz, hələ vaxtınız xeyir olsun. Sağ olun, Adınız? hoş gəlmişsiniz. Gözəl, bacarıqlı anam. Adınız nə oldu? Adımız Namiyə. Adınızdan yaşayın. Bunun içində nə daxildir bu? Gədəbədə necə hazırlayırlar? Pazı başıdır, göylü də, Aha. şiş, süt, soğan, nə bilim, hər şey. Şor, belə şeylər. Ola bilərmi hansı bir kətəni alan bir alıcı desin ki, bunun göyün içinə başqa bir şey göydədir qataq. Yəni, olur yoxsa elə bizcə hazırlanırsa o Yox, elə deyirlər bir də soğansız, nə bilim, şorsuz elə istəyən olur, yoxsa... Amma şort elə soğansız yox. necə dadlı ola bilər? Mən Hə, o maraqlıdır da, nə elə. Mən isti kətədən hansıyla yeyə bilərəm? Bir damıncı, bir dadından dadım. Hansından istədim? Acı bir qıraqda. Biri yağlayayım, lap belə. Yox, yağsız yeyim mən. Hə, götürün. Bələkətli olsun, halallıq edin ha. Halalımız olur. Deyirlər Gədəbəy kətəsi çox dadlı olur. Bəh, bəh. Məhrə yağından, bələ.
İntoş, gel. Bizim prodüser sizi İntoş'a ver görüm. Gel bir tane daha bak İntoş. Natik, ha? Necədir? Maşallah. Əllərinizi sağlıq. Doğrudan da. Yəni insanın əlindən çox şey asılıdır. Düzdür ana? Əl dadı düz olanda daha da dadlı olur. Süfrəniz bol müştəri, kətə doğrudan da söz yoxdur. Bəli, Gədəbəyin igidlik simvolu olan Koroğlu abidəsini gördük. Bu o deməkdir ki, Gədəbəyə daxil olduq. Gədəbəydən bütün izləyicilərə ateş salamlar. Arandan bezmişəm, leyli 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 adalar qızım, adalar qızım. Dostlar salam eləyik. Necəsiz? Gədəbəyin igidləri. Düzdür? Sən hanı dostum? Oturma olar? Dərsdən gəlsiniz, dərsə getsiniz. Dərsdən. Dərsdən gəlsiniz. Neçənci sinifdə? Peşə mədəniyyətində oxuyuram. Peşə məktəbi, aymış. Gələcəkdə inşallah hansı bir vəzifənin peşənin bir sahibi olarsan. Yəqin ki. Nədir? Çilingərdir, dəmirçidir, nə? Elektrik qaz. Elektrik qaz. Səndə? Avtoservis. Adınızı bilmədim, elə danışırıq. Murad. Ceyhun. Ceyhun. Ceyhun mənim qardaşım adıdır. Allah bütün Ceyhunları Muradlar qorusun. Ceyhun, neçə yaşın var? 17. 17. İnşallah bir neçə ildən sonra əskərlik elə vətənə o borcunuz var da, yəni igid kimi gedib döyüşəcəksiniz. Gədəbəylər igidlərdir. Bakıda və hansı rayonda qohum əqrəbələr var, bir salam göndərsən? Gəncədilərə salamlar olsun Gəncədilərə. qapımıza. Ay, Sonra maşallah. Bakıdan başqa bir də Şəmkirə. Şəmkir, yaxın yerdə axı Gəncə Hə. Şəmkir. Gədəbəyin ən ləziz təamı hansıdır? Məsələn, Dadlı yeməyi hansıdır? Gədəbəy nə ilə tanınır? kartoşkasından. Kartoşkasından. Deyir, kartoşka daha dadlı olur da bambaşqa. Bəli. Sevdiyin xörək nədir və sən? Sevdiyim elə kartoşka qızartması. Elə. Bəli. Xəncər yemisən və xoşlamısan. Xoşlayıram arada. Ceyhun, sən hansı xörəyə xoşsan? Nətər? Hansı yeməyə xoşlayırsan? Mən elə kartof. Kartof. Yaxşı, bu bozatmadan, kababdan. Bazartmadan kebabdan. Başla. Yaxşı, sən kimə salam göndərsən? Hara? Mən elə Gədəbəylilərin özü. Yaxşı. Onda belə deyək də, sizin çox elə vaxtınızı almayaq. Yenə telefonla danışın. Yəni dərsi qayıdırsınız, yoxsa artıq dərsdən çıxdınız? Artıq çıxmışam. Sizə uğurlar. İnşallah istədiyiniz peşəni sahibi olarsınız. Gələcəkdə ailəniz, cəmiyyət sizdən fəxr eləyər. Xoş olun mənim üçün. Özünüzə yaxşı baxın. Bəli, bu da Gədəbəyin igidləri və inşallah inanıram ki, hər bir gənclərimiz istədiyi uğuru əldə edərlər, istədiyi peşənin sahibi olarlar. Biz isə davam edirik, çünki gəzməli, görməli yerlər çoxdur. Bura isə Heydər Əliyev parkıdır, mərkəzdir, maraqlıdır və burada tək gənclərimiz yox, eyni zamanda ailələr də gəlirlər. Bizim balaca dostlarımız məsələn burada gəzirlər, dostlar da gəlir burada çay içirlər. Gədəbəyin gözəl bir diyarında nə istəsən var. Alış-veriş məkanıdır, istirahət eləmək üçün bir məkandır. Hər bir şey yüksək səviyyədə. Ay başına dönüp görəsən bu uşaq harda qaldı. Alo. Hani ne kurban? Ne var ne yok? Yaxşıyam. Abala, sen beni getirmişsin. Bu Gədəbəydə bu boyda ikametgahda koymuşsan. Ne demirsən nenem ne ter oldu, ne oldu? Abala, sen gələsiydin. Ha? Deyirəm ben gələsiydin, ne oldu? Gəlirsən mi? Nenem, ne qonaqların da oldu, qonaqların. Gelirler mi? Gelsinler mi? Ona kadar burada bir çay koyacağım size. Yaxşı nenem kurban. Gel. Gelsinler, ben de gidip bunlara bir çay koyayım. Salam aleyküm. Aleyküm salam. Xoş Necəsiz? gəlmisiniz, həmişə Bazar siz olsun. gələsiniz. Salam ana, necəsiz? Yaxşıyıq, sağ olun, xoş gəlibsiniz Xoş bizim olsun. bazara. Gədəbəyinizə xoş gəldiniz. Gədəbəyin birinci kəndi Xarxar Xarxar kəndi. kəndi. Xoş gəlibsiniz. Onu bu kəndin də tarixi var da, düzdürmü? Oldu. Övladlarınız da yoxsa? Yox, qonşular. Deyir, uzaq qohumdan yaxşı Yaxın qonşular Bəli, etdilər. bəli. Düz. Sənin adın nə oldu qonşu? Özcan.
Özcan. Ay Türk adıdır. Və sənin adın nə qaqaş? Fəxri əskərdə olmusan? Oy bilmir. Bax indi gedirsən. İnşallah Allah üstündə olsun. Allah bütün oğlumuzu qorusun. Anamı tanıyım. Anamın adı nədir? Mənim adım Minəvvər. Minəvvər. Ay kim qoyub adı? Nə gözəl adı. Atam, anam. Allah ölənlərə rəhmət eləsin. Ölənlərinizə. Neçə övlad var Minəvvər ananın? 3 evladım var. Allah 2 sağ olsun. oğlum var, bir qızım. Zəhmətkeş ana deyərdim da. Bu əllər var ha. Bu əllər zəhmətkeşdir baxın. Bəli, bəli. Allah hər kəsin uğursunu versin. Və təbii bu onların hamısı təbii öz bağınızdan da özünüz Yox, dağlardan yığmışıq. Gədəbəyin dağlarından. Bəli, həm malicəvidir, həm də çay içmək. Bax insan soyuqlayanda, biraz bədəndə nasazlıq olanda nə məsəl görürsüz? Qışın sarı çayımız var. Sarsı. Aha. Və bunlar nədir? Bunlar Bunun biri qəflidir, nanəli kekot deyirik, biri adi kekotudur. neçədir bunlar? Bunların hər ikisinin öz qiyməti var. 1 manata da var, 50 qəpiyə də var. Bizim əməkdaş İntiqam bəy 2 manat hazırlar. Biz xalayaq səhər xeyir verək. İndi bizə nə məsəl görürsüz? Biz uzaqdan gəlmişik, soyuqlaya da bilərik. Qəfli verərəm. Aha. Əsl qəflidir, çay içmək üçün. Dəmliyə içək. Hə, Ağzımız bizim- tama gəlsin, də soyuğumuz alan getsin. Bəli. Və birinə nə verirsiniz? O sarı. Sarı çiçək. Aa. Həm için dadı var, tamı var, gözəl əti budur. Bu sarafana qoyuyor. Aha. Bizim İntiqam bəy verirsə 2 manat düzmü eləyir? Bəli, bəli, hələ. Əlimiz yüngül daha. Sizə pul düşmür. Yox, Siz yox, qonaq yox. gəlibsiniz. Ha? Sizə də bir qarışıq çiçək mən pay verəcəm. Asalar bunun tamına baxarsınız. Payınız artıq olsun. Ən çox Bakıya, bir Aha. də Gəncəyə. Çoxlu salamlar, qucaq dolusu. Bəli. Ümumi respublikamızın xalqımıza salamlar olsun. Bəli. Gədəbəydən. Buyur. İntiqam bəy artıq verir. Bazarınız olsun. Bakı da bizim elimiz obamızdır. Buyurun, əlbəttə. Hamımız Azərbaycanlıyıq. Bütün çiçəklərin qarşılığıdır. Bu da qaqaşın hədiyyəsi oldu ha. Minnətdaram. Xoş gəlibsiniz. Çox sağ ol. Və belə bir şəkildə belə çək elə hamına bir yerdə. Çay demlemişim. Ama valla buharda kaldı. Çayım da hazır. Gelsin hemen. Uy, katan da aldım. Necəsən sabahın xeyir? Uy, nene. Arıqdım mən siz. Apala, mən gətirib qoymusan orada burada. Mən gətirib qoymusan orada iqamətgahda. Mən də qalmışam deyirəm, görəm uşaqlarda qaldı və qonaqlarıma tək gəlsin. Ara sıra bir gəz ha. Evdə elə oturursan, bax sonra şikayət edirsən ki, məni axtaran yox, darıxıram. Bir çıx da sən şou biznesin içindəsən, Ölürəm, şəhər başqadır, kənd rayon başqadır, özü Gədəbəy görürsən, Kinyazlı, bu gözəl ailəvi istirahət mərkəzi. Həm oteldir, həm gözəl də istirahət mərkəzidir. Yaman gözəl yerlərdir. Darıxmazsan. Hey. Mən yada düşdüm. Tova. Eş yadıma düşmür. Yağış yağdı, o yağışın gözəlliyi nətər idi. Bir yıldırım çakırdı beni. Bir görüm axşam necə yatdın? Rahat mı yattın? Akşam yatmışam ki nenem kurban sehre kadar fikirleşirim. Görem bu gelen konaklar ne okuyacaklar, ne yiyecekler. Hep normal bir şeylerdi. Sen bir sonra nene ne de böyle nenelerden Senin öyle. bu kafizindən yenə də qalma olmur, Ah, ben sabiti isim deyil. sadım yok. Bu Gədəbəydə elə bir aşıqlar, elə bir şair, elə bir müğənni gəlib ki, valla. Tək Gədəbəy yox. Sen gelirdiler, ben gelirler. Hemen nağarım onda gittim çay koyayım teslim olara. Qonaqlar gəlir. Doğrudan Bunlar deyirsən. çox qarşılayım ki, sən də artıq sənin çayın soyumasın. Elə isti çayda bu gözəl süfrə. Bir kısmı hiç olmasa çay kardeşim. Nenem, Nənəm də əziyyət çəkir. kurumuzsan, kurumuzsan, ay kurumuz. Yollardır da, yəni gəzirik, nə deyəcək? Bəh. Bu gün mən qonaqlara qarşılayıb gəlirəm. Git gel. Gədəbəyə gələrsən, aşıqların undasan. Bu Gədəbəy elə yerdir ki, aşıqların, sazların, şairlərin sözləri məkanıdır. Bəli, əlbəttə Gədəbəy saz söz məkanıdır. Həmişə Gədəbəy varsa saz da var. Bu qədər, sən tanıyanlar çoxdur bu məkanda. Yəqin ki tanıyırlar. Ya getdik, soğuq sağlam, getdik. Cavanlar sana çox tanıyır, sənin yoxsa yaşlı? Yaşlı nəsil. Cavanlar da tanıyır. Yəni, çünki Gədəbəydəsən, o Bəli, niyə də sazı sevməsən, sözülməsən? Sən tanırsan bu aşığı? Aşıq Vüqar bizim qardaşdır, Gədəbəy rayonunun sənətkarı. Bütün Azərbaycanımızın sənətkarıdır qardaş. Yaxşı sənətkardır. Allah var eləsin. Sənətini sevirsən. Sizi də, kanışını. Bu kişinin sənəti gözəl sənət. Nəətəsən iki ev. Sağ ol. Sən də görüm tanırsan bu aşığı Vüqarı? Hə, tanıyıram. Gözəl cavanlar da tanıyır. Necə tanıyırsan sənətini, sözünü? Aşıqdır, tanıyıram, toylarda belə. Salam eləyik. Salam eləyik. Aşıq Vüqarı tanıyırsınız? Gədəbəy. Necə tanıyırsınız? Onu bir el sənətkarı kimi.
sazını, avazını xoşursuz. Bəli, əlbəttə ki. Gədəbəydə olarsan sazı sevmirsən. Bəli, bəli, bəli. Nə var nə yox proqramının sponsoru Qızıl Qusar təbii meyvə işləridir. Maraqlı, Gəncə şəhərində necə? Buna tələbat varmı? Və hal-hazırda Gəncə şəhərində böyük mağazaların birinin qarşısındayım və mən istəyirdim ki, görəsən bu mağazalarda necə Qızıl Qusar təbii meyvə işlərinin satışı fəaliyyəti necədir? Qızıl Qusar təbii meyvə işləri artıq bu marketdə də satış fəaliyyəti var. Çox tələbatı olan bir təbii meyvə şirələrdir və hər kəs bu təbii meyvə şirələrini alırlar və dadından doymaq olmur. Qızıl Qusar suları tam insan orqanizminə çox belə də xeyri olan bir meyvə şirələrdir. Yəni insan içdikcə içir. Bir sözlə həm qatqısızdır, həm keyfiyyətli bir hazırlanır, bir gözəl bir məhsuldur. Hər kəsə məsləhət görərdim ki, əziz gəncəllər, siz də evinizə, süfrənizə, ailənizə, doğmanın bir yerdə süfrədə əyləşəndə məhz elə sizin süfrənizdə Qızıl Qusar təbii meyvə şirələr olsun. Dadından doymaq olmur. Aşı Vüqar Gədəbəyinin ailə ansambl kimi təqdim olunur. Amma mən bu səfər onu özünü tək solo şəklində sazı ilə, həm balabancı bir gənc ifası ilə dəvət edən bu masaya. Gəlin görüm, xoş gəlmişsiniz ha qardaş. Necəsiz, nə var, nə yox? Çox sağ olun. Qardaşa tanıyaq. Əli Balabancı, qardaşım oğlu Arzunun oğludur. Salam aleyküm. Əleyhissalam, çox sağ ol. Xoş gününüzə gəlmişik. Həmişə belə gözəl günlərdə olasın. Aynen. Deyirəm yaman sazlı sözdə adamlar oxşayırsan qadana. Gədəbəydə olarsan saz söz olmuyor, o nə deməkdir? Ölürəm ona görə emini deyirəm, məni apar buralara gedib görüm nə dər olacaq. Düz eləyirsən. Gədəbəy çox gəzməli diyardır. Maşallah, uğurlar qız bolu. Maşallah gününüz olsun, çox sağ olun. Aynen, sağ olun. Bu qardaş onunla bir tanıyaq. Ay gözəl bizim dostumuz. Bir əyləş görüm ki, hər şey yaxşıdır mı? Yaxşıdır, çox sağ olun. Neçə yaşın var? 18. Adın nədir? Əli. Əli Gədəbəyli. Sən gözəl bir ailədən, elə bir sazlı sözlü bir ailədən dünyaya gəlmişsən ki, sənin qanında artıq var o saz söz. Düzdürmü? Bəli, düzdür. Gələcən sələkarı. Elə. Saz var, balaban var. Amma bunun böyründə bir söz olmalıdır. Söz ustadı. Kamil bir insan. Gədəbəyə gələsən, o kişindən unutmaq bu mənim üçün qəbahət olar. O bizim dəyərli dostumuz Müşfiq Gədəbəylidir. Gəlin görün qardaş. Nənə, bax növbəti qonağımda ha. Xoş gəlmişsən. Xoş gördük, hər birinizi salamlayıram, bütün tamaşaçıları salamlayıram. Eyni zamanda bu səməni nənəyə can sağlığı arzulayırıq. Dünyada ən şirin nemət olan can sağlığı diləyirik. Üzündən, gözündən nur yağır, Allah saxlasın, göz dəyməsin. Bizim sintezdə bugün saz varsa da, söz də varsa da müşahid olmalıdır. Rövşən Gədəbəylini valla mən yox, el-oba tanıyır. Həm sənəti ilə, həm insanlığı ilə. Və bu da mənim 2014-dən bizim bugünə kimi qardaşlıq, dostluğu bağlayıb və məni eşitdi, öz hörmətli, öz dəyəri var ki bizə olan. Gəldi bizim yanımıza, necə lazımsa dünəndən bir əziyyəti var, mənəvi də olsa. Çünki belə insanların hər şey pul bağlamır, deyir, pul başqadır, hörmət başqadır. Minnətdarım Rövşən, hər şey yaxşıdırmı? Şükür, xoş gəlmişsiniz. Mən də sizi tamamlayıram. Həmişə bizim Gədəbəy elinə bax belə gözəl çəkilişlərə, gözəl verilişlər aparmağa gələsiniz və bütün əməkdaşlarınızı salamlayıram. Xüsusən də Səməni nənəni salamlayıram. Xoş gəlmisiniz mənə. Sağ olun, minnətdaram. Çox sağ olun. Mən də sizə minnətdaram. Nənə, hər şey yaxşıdır mı? Darıxmırsan ki? Yox, yaxşıdır. Bir şey bizə nə fikirləşirəm. Bunu belə tutmaq lazımdır, eləmi? Ancaq, eyb yoxdur. Sən nə fikirləşirəm? Deyirəm, bu gələn qonaqlardan bir qəşək söhbət eləyək, deyək, görək. Mənim başım çıxmır. Elə sazı sözü ilə burada qoyublar, biraz o tərəflərə də getsinlər də. O tərəflərə. Yəni, bizə nətərdir? Mənim marağı gələn bir şeydir ki, bax, elə sazımız, sözümüz buralarda qalıb da. Bu toylara zadana niyə getmirlər? Ətraflara çıxmır. O tərəflərdə biraz... O biraz... haqda danışacaq. Hələ biri də var deyən, hələ orada var. O danışmağa, o mövzuda elə onunla danışacaq sözləri var. Yenə qonağım var. Hələ 2 qonağım var. O qonaq ki, valla onu tapmaq olmur. Maşallah. Tələbatlıdır, bacarıqlıdır, istedadıdır. Qardaş, mən onu Gədəbəyli bilirəm, səsi Bakıdan gəlir. Aşı Vüqar kimi, arzu kimi. Səsi Şəmkirdən gəlir. Toyu qarışdırır dərsə, dərsi qarışdırır tədbirə, tədbiri qarışdırır dosta. Bu insan belə deyək, həyat canlıdır. Niyə həyat canlı?
xeyirdən qalmır, şərdən qalmır. Dostlarım gəlir, onu qarşı yola salıram. Bilmirəm bu səhvlikdə işdir qardaş. Bilmirəm bu müğənnidir, bilmirəm müəllimdir, bilmirəm aşıqdır. Bu insanda universalda hər şey var. Mən buna adını qoydum, Dilqəm həyat canlı. Elə həyata bağlıdır, dosta bağlıdır. Bu elə bizim elə sazınla gəl ha. Sazı köhləyəndə də dayanmaq bilmir. Gəl qardaş, gəl Dilqəm, gəl. Sənin gəlişin xüsusi bir özəllik qatdı. Dostlarla görüş. Hə, elə orada əyləş. Nənənin elə bir salam var, sonra inciyər səndən. Xoş gəlmişsiniz. Xoş gördük Emin, xoş gəlibsiniz. Mən sizi və səhnə arxasında olan dəyərli çəkiliş qrupuna Əli qardaşım, xoş gəlmişsiniz. Və tamaşaçılarımızı salamlayıram, dəyərli qonaqlarımızı salamlayıram, Səmən nənəni salamlayıram, xoş gəlibsiniz. Bizim Gədəbəydə, yəni Arzunu, Vüqar bəy təbii başda o bir böyük qardaş olaraq Azadı, biz onu həm ailə ansamblı kimi tanıyırıq və təqdim edirik. Düzdür, biz bəli, o ailəni biz sevirik, dəyər veririk. Çünki özlərə dəyərli insanlardır. Deyir, dəyərliyə dəyər verir ki, daha da dəyərli olsun. Amma Vüqar varsa da Azad niyə olmasın? Bizdən küsəriyə Arzu da, Azad da. Azad gəl görək, gəl. Sazını axtardı, bilməm, tapdı mı, tapmadı mı? İndi deyən sazsız gəl. Bu böyle saz var da, gəl görək qardaş, gəl səninlə bir qarşılıq, neçə illərdir görüşmürük, xoş gəlmişsən, bir dostlarla bir salamlarsınız. Bax, bu qardaşlar, dostlar bir arada olanda maraqlı məclis olur. Əyləş görək. İndi deyir, qonaqların hamısı gəldi. Əhvalım laf bir yerinə düşdü, düzəldi. Nə var, nə yox, davam edəcək. Nabranın Füsunkar güşəsində Xəzər sahilində yerləşən Palma sizə həm dincəlmək, həm əylənmək üçün ideal şərait təqdim edir. Təmiz hava, sakitlik, gözəl təbiət və yüksək səviyyəli xidmət burada sizi gözləyir. Rahat koteclər, təndir və ocaqbaşı restoranları, Azərbaycan və Avropa mətbəxindən ləziz yeməklər, aquaparklı böyük hovuzlar, uşaqlar üçün xüsusi hovuzlar, futbol, voleybol, badminton, tenis və bilyard, banket və konferans zalları, diskoteka, uşaqlar üçün əyləncə meydançaları. Burada həm ailənizlə, həm də dostlarınızla unudulmaz günlər keçirə bilərsiniz. Bu yay istirahətinizi təxirə salmayın. Palma sizi gözləyir. Ata, mən çox acımışam. Səbr elə oğlum. Qarşıda ən yetişmiş almanı görürsən, biz ora getməliyik. Ay ata, mən daha dözə bilmirəm. Bu almadan biraz dişləyəcəm, yaxşı? Özünü əl al bala, o dadlı deyil. Məqsədimiz var axı. O da ən yetişmiş almadır. Gəl oğlum, gəl biz gedək, ən dadlı alma yeyək. O ən yetişmiş alma mənimdir. Almanı mənə ver. Yox, bu yetişmiş alma mənimdir. Mənimdir bu. Bu alma mənimdir. Almanı mənə ver. Ən dadlı meyvələrdən Qızıl Qusar və Qusar Naturals meyvə şirələri. Goranbar rayonunun Goran qəsəbəsi Banu mebel salonu sizə təqdim edirəm. Növbə və keyfiyyətli, avangard, klassik, modern üsul mebellər ən sərfəli qiymətə Banu mebel salonunda. Təqdim etdiyimiz mebellər siz Banu mebel salonunda sərfəli keyfiyyətləri və ən münasib qiymətə əldə edə bilərsiniz. Zövqlü dizaynda və rəngarəng mebellərlə evinizə yenilik edə bilərsiniz. Goranbar rayonunun Goran qəsəbəsi Banu mebel salonu sizə təqdim edirəm. Növbə və keyfiyyətli, avangard, klassik, modern üsul mebellər ən sərfəli qiymətə Banu mebel salonunda. Təqdim etdiyimiz mebellər siz Banu mebel salonunda sərfəli keyfiyyətləri və ən münasib qiymətə əldə edə bilərsiniz. Zövqlü dizaynda və rəngarəng mebellərlə evinizə yenilik edə bilərsiniz. Nə var, nə yox, davam edir.
Keçən sözü çəkmə yüzə yamandı. Keçən sözü çəkmə yüzə yamandı. Hədyən danışmışam, laf eyləmişəm. Keçən sözü çəkmə yüzə yamandı. Ay ay balalarım, ay ay cananım. Balalay lalay lalay. Hədyən danışmışam, laf eyləmişəm. Hədyən danışmışam, laf eyləmişəm. İnsafdımı gülə həmdəm xalına. Tüləkərlər avlarından sarana. Yatərlər dursanlar, bəxtə var balam mənəm. Ələskər istər ki bir bazar ala. Ələskər istər ki bir bazar ala. Seçmişəm gövhəri saf eyləmişəm. Ələskər istər ki bir bazar ala. Ay ay balalarım, ay ay cananım. Balalay lalay lalay. Seçmişəm gövhərini, saf eyləmişəm. Bala yarağın alım, sona yarağın alım. Bala yarağın alım, sona yarağın alım. Ağrın alım, ağrın alım, ağrın alım, ağrın alım. Ay qadan alım. Bax, bu çayın səsi. Bu dar bir yerdə, reallığı deyirəm. Niyə gəlmişik? Rayonun mərkəzinə bir balaca qıraqdayıq. Qıraqda deyil, mərkəzində Mərkəzi deyil. yox, amma mərkəzin özündə deyil də. Yəni bura Hə, biraz indi biraz dağlıq tərəfdə. dağlıq tərəfdə. Altdan çay axır, az da olsa və dağın ətəyində. Biz gedirik hara? Şəlaləyə. Şəlaləyə. Və biz onu gözləyən var. Biz sağlam bir gözəl bir insan var. Ziyalıdır. Deyirəm, başa düşə bilmirəm mən. Bu bizi çağıran qonaq var ha. Bu yer tapmırdı bizi dağın başına aparır. O insan həyatı sevən insandır. Maraqlı, Həyatdan gedin görüm qidalanan kimdir o adam. O insan Sürpriz qonaq. çayı, meşəni, dağı sevən insandır. Məsələn, Gədəbəy burada insanlar çox ziyalıdır və qonaqpərvərdir. Kim Və hər bir demək bizim dostumuz bizi başqa-başqa məkanlara dəvət edirlər. Bu indiki dəvət edən qonaq, bizi gözləyən qonaq çox savadlıdır. Həm ziyalıdır, həm müəllimdir, həm şairdir, həm pedaqoqdur, həm nə bilim masa bəydir. Bu insanda hər şey var, universal. Bu yəni hətta desə ki, müğənniyəm, heç ondan şübhəniz olmasın. Sazı da bacarar, sözdən boldur. Söz bazası çoxdur. Bəli, əlbəttə. Deyib gülən bir insandır, pozitiv bir insandır və Gədəbəyin ən salib seçilən insanlardan biridir və eşidir ki, biz gəlmişik. Deyir, qardaş, biz görüşməsək bu bir qəbahətdir. Amma bizi elə bir yerə dəvət edib ki, Elə bir yerə dəvət edilib ki. Bəli. Bu da lazımdır, bunu təbii ki. Mən gedib görüşəcəm həmin. Qoy görün bizi hara çağırır. Hara çağırıb. Amma on bir ara deyim ki, həqiqi qəşəng məkandır ya. Aşağıdan şəlalənin qolu gəlir buradan keçir. Çox maraqlıdır, çox qəşəngdir. Dünyanın axırına gəldik, çıxdıq. Sən qonağın harda qaldı? Yollar dar da olsa, daşlıq da olsa, əsas yaxşı bir maraqlı bir yerə gəldik. Şəlaləyə. Amma o şəlaləni gözləyən bizi odur. Pedaqoq, yazıçı, Yazıçılar Birliyinin üzvü, gözəl şair, gözəl müəllim, gözəl insan. Bəli, müəllim deyir ki, telefonu götürün, bizə hər şey realdır. Bunun zəhmət olmasa bizim əməkdaşlarımız müəllimi çəkin. Nə olar ki, müəllim artıq siz gəlin bura. Biz siz ki Salam ilk öncə. bizim Vaxtınız xeyir olsun. Müşfiq Dağlaroğlu, Müşfiq Gədəbəyli. Yəni hər müəllim, bir dənə bir şey soruşmaq istəyirəm. Bayaqdan ürəyim partlayır deməyə.
götür. Bu da deyir ki deyingən sən bunu. Bax bu görüşü, bu dünyanın axırına gətirib bu gözəl mənzərədə nə məcbur idi bizi gətirməkdə? Bu sözün, sazın, bu poeziyanın mı təsiridir, yoxsa nədir bu belə? Salam, vaxtınız xeyir olsun. Sabahlı çıxılı günlərdə görüşək. Hər birinizi salamlayıram, hər birinizə xoş gəldin deyirəm. Hər birinizə dünyada ən şirin nemət olan möhkəm can sağlığı diləyirəm. Təşəkkürlər. Eyni zamanda bizim çox ümdə arzumuzdur ki, sizi çoxdan, Emin bəyi biz çoxdan gözləyirdik ki, doğma Azərbaycanımızın ən dilbər güşəsi olan Silsilə dağlar qoynunda yerləşən, gecəli gündüzlü arxayın və rəvan uyuyan, bax bu gözəl mənzərəni, bu gözəl şəlaləni sizlərə təqdim eləyək. Bəli. Allah sizləri var eləsin. Hər birinizə təşəkkür eləyirəm ki, siz bizim bu təklifimizi qəbul etdiniz. Dərin təşəkkürümüzü bildiririk. Əziz dostlar, yenə seyr edirəm dağı, dərəni, qüdrətdən veribdir baş-başa dağlar. Bir qəlb ilə böyüdübdür hərəni, məni də çatdırıb bu yaşa dağlar. Ağ bulutlar qucağında gəlindir, yaraşığın başkənd adlı gölümdür. Ayrı qalmaq bizdən ötürü zülümdür, edirəm sizlərə tamaşa dağlar. Zirvələrin duman olur fatası, Şir aslanım ətəyində yatası, müşfiq burada arzulara çatası, dönübdür sinəniz qumaşa dağlar, qumaşa dağlar. Bu gözəl qumaşlı, axarlı, baxarlı dağlar qoynuna bir daha deyirəm, xoş gəlmisiniz. Hər birinizi məhəbbət işığında, sevgi nurunda görək, amallarınız için olsun, qədəmləriniz həmişə bax belə gözəl mənzərəli dağlar qoynuna açılsın. Nə qədər peşəkar insanlar sazı daha çox insanlara çatdırsa, bu özü böyle bir reklamdır. Amma məqam sizindir vaxt, seçim. Və təbii ki, Əli də seçim edəcək. Əli boş yola salmayaq əlində. Əli, gəl sən də seçimini et. Aşvuqarda. Aha, çox gözəldir. Mən də sevirəm o şirəni gözəl. Bir də bunu. Ay maşallah. İndi qəşəkdir. Valla o, bu havada, bu soyuqda sağlamlığın bir nömrəli nişanəsi də. Əli onu seçim etdi. Gənc də, düşəsi də. Əli, ümumiyyətlə, Aşvuqar deyəndə ki, gedirik verilişə. Səndə hansı bir təəssürat, hansı bir his yarandı qısa olaraq? Sevinç yarandı ki, efirə gelirim, çəkiləcəm efir. Efir davamlı olmalıdır, ha. Efir də olmalı, toy da olmalıdır. Çünki efir reklamdır. Bəli. Amma sənətinlə reklam çox. Təhsil, mədəniyyət. Çünki efirdə olanı artist daha çox tanınırsan. Bax, Aşvuqar kimi, Müşfiq kimi. Başqa nə deyəcək bizə? Hiçbir şey. Yaxşı. Onda söz vaxt sizindir. Təbii ki. İndi Vüqarın sazı köklərinin həmişə hazırdır. O döyüşə hər zaman hazırdır. İndi buyurun, bu meydan, bu da siz. Gözəl nəğmələnin. Hardanam, Hüseyin Xanoğlu. Ömrümün binası Gədəbəydədir. Ananın boynuma dolanan qolu, yuxumun laylası Gədəbəydədir. Gəzəsən bu yerlərin dərələrini, əzməyəsən çələmin dənələrini, dərənin dərini, suyun sərini, dağların qocası Gədəbəydədir. Yumru qayaların qızıl xınası, düz yurdun şınığın təmiz havası, aslanın yatağı şirin kağızı, tərlanın yuvası Gədəbəydədir. İlyasam el üçün qaynayır qanım, elsiz nəyə gərək şeirim, dastanım, bərli bələkətli Azərbaycanım, bir gözəl parçası Gədəbəydədir. Eşq olsun Gədəbəyimizə, eşq olsun Azərbaycanımıza, eşq olsun bugünkü günümüzə.
Hə, çox su yoxdur. Mən sənə dedim, şəhərə müraciət saldım. Ya ora başqadır, buranın havası soyuqdur, ona görə gəlib bir şey. Burada olmalıdır. Saratovka o da bir Saratovka mall. Peki buradan girəsə bir şey alaq. Maraqlı bir şey olmalı. Şkodan bir şey alaq da. Varmı bir gödəkçə? Köynəklər də var. Şalvarlar da var hətta. Qardaş bu toya birdən aniden bir toy çıxdı. Gedib elə heç şələ qatmaya ehtiyac yoxdur. Gedirsən alırsan. Nə gözəl. Bu Natiq bəyəndi. Oy, Aşfuqar. Deyən bu alışverişə bura gəlsiniz. Salam əleykum. İyisiniz. Hoş geldiniz. Nə alırsınız? Toya yoxsa özünə gündəlik? Toya bir qardaş biz Toy adamısınız. Toy adamı. İş adamı, müəllim. Həm müəllim, həm iş adamı, həm toy adamı. Hər gün biz libasımızı dəyişməkdə başlayırıq. Əlbəttə. Amma burada nə istəsən var ya maşallah. Gödəkçələr, qış, yay, payız demək olar ki, ilin 4 fəslinə uyğun burada hər şey var. Qadınlar üçün, uşaqlar üçün, kişilər üçün. Valla buraçılarla da biz Gəncəyə, Şəmkirə getmirik. Həmişə nə lazım onunla şəhər özü bura gəlir var? Şəhər özü bura gəlir. Nədir? Saratovka mall. Saratovka mall bəli. Özü bildiyimə görə Elnur bəy buranı işlədir, rəhbəri. Bəli. Buradan salamlar göndərdik dostumuza. Salamlar olsun, bəli. Mənə deyək ki, narahat olma, burada hər şey var. Kutka da istəsən, şaket, kostyum, gödəkçə, nə istəsən var. Çantalar da var hətta. Məktəbə hazırlanmışsın burada, ay maşallah. Natiq, orada bir dənə ağ kutka gördüm. Nə geç? Ona ürəyimiz düz deyil Natiq. Mən onu götürəcəm. Doğrudan? Sağ qəşəng yaraşar. Hə. Bəlkə deyəsən bir dənə. Ha. Aşıqlar, necədir? Rəngi xoşuma gəldi ha. Özə biraz indi fəslər yoxdur müasir. Ay sağ ol. Fəslər yoxdur, müasir. Əla. Sırf sənin üstünə. Deyir yanaşır, hər şey yanaşır da. Soyuq deyil ki. İlkin uzaqda durur. İlkin niyə uzatırsan? İlkin də Gədəbəli mənim dostumdur. Eşitdi ki, mən buradayım. Ona görə Aşfuqanla bir yerdə tək olmuyor. Burada həqiqətən Vüqarın sözünə qüvvət. Burada nə istəyən var? Hər şey var, bəli. Bəli, hər şey var. Bəli, bəli. Ünvanımı soruşursan, Gədəbəyli balasıyam. Bu yerlərdə doğulmuşam, bu dağlarda qalasıyam. Gədəbəyim elim obam, ona görə yönəm babam. Fərhad olub atam babam, qayaları çapasıyam. Bəxş edibdi Tanrı bizə, dahiləri ölkəmizə. Gədəbəydən bölgəmizə yeni yollar salasıyam. Qənimiyəm zalimlərin, vurğunuyam kamillərin. Aqillərin, alimlərin kiçik üstü yuvasıyam. Görsəm düşmən yolun azdı, ilik silahım telli sazdı. Şair Müşfiq belə yazdı, ərənlərin xocasıyam, ərənlərin xocasıyam. Eşq olsun Aşıq Vüqar, barmaqlarınız var olsun. Doğrudan da yüksəkliyin nərdivanı Emin bəy, 5 pillədir. Yaxşılıq, dürüstlük, çalışmaq, elm və sevmək. Mən hər birinizə sevgi dolu, sevgi ünvanlı, həyat şirinliyi diləyirəm. Amallarınız için olsun bu gözəl verilişimiz. Çox baxımlı, çox axarlı, baxarlı olsun. Ay Müşfiq müəllim, mən bir söz demək istəyirəm. Bu gözəl bədahətdən gələn gözəl şiirlər, başınızdakilərin onların hamısını, amma mənə söz verəcəksən. Mənə söz verəcəksən ki, mənim bura gəlməyimin heç olmasa ikinci səbəb olsun da. Mənə söz verəcəksən, aparacaqsan dağlar, elə dağlar qoynunda deyəcəksən bu şiirlərdən. Mütləq nənəni aparmalıyıq. Eyni zamanda mən kitabımın birini nənəyə hədiyyə eləyəcəm, çıxanda buradan. Mütləq nənəni dağlar qoynunda qarşılamalıyıq. Eyni zamanda orada nənə üçün böyük bir məclis təşkil etməliyik. İnşallah dağlar qoynunda, yar qoynunda. Eşq olsun, eşq olsun. Eşq olsun, eşq olsun. Maşallah. Eşq olsun, eşq olsun. Görünmə rayonu Görüntülər Mərkəzi və Bağlı ilə sonuna daxil olduq. Mən bilmə görə ilin sonuna dək, ilin sonuna qədər daimi müştərilərə məbləğindən asma olmayaraq bizə müraciət edən hər bir müştəri orada ulduzlu lotar oynuyor. Bəli, ulduzlu lotariyamız var. İnşallah ki, məhsul əldə edirsiniz. İl sonuna qədər bu kampaniyamız var ki, yaxınlaşdığınız təqdirdə hədiyyə əldə edirsiniz və xüsusi bir də təklifimiz var ki, bəzi məhsullar var, yataq qonaq komplektlər ki, götürdüyünüz təqdirdə xalça, yəni taxtın yanlığı üçün kilən xalça və hədiyyə olaraq verilir. Fərqli məhsullarımız var. Paltar, yan, televizor, ət çəkən, son aşağı hədiyyələrimiz də var. Yəni bir sözlə də bura gələn müştəri əli boş getmir. Maşallah, qiymət münasib, sərfəli kredi şərtləri və eyni zamanda rəngarəng, bol çeşidli, keyfiyyəti və zövqlü mebellər Bağlı və salonda. Gəlin, görün, baxın. Özünüz qiymətləndirin. Siz qiymətləndirin, biz heç bir şey deyəlim. Harda? Coranda, Bağlı və salonunda.
Gəlməyə, görməyə dəyər. Xəngəlin dadı burada xüsusi dad verir, ancaq qurut. Qurut. Bir də burada kartofu, Gəncəlilər, daha doğrusu Gədəbəylilər, bir də Göyçəlilər qoşdururlar da belə. Amma fərqi yoxdur. Kartof varsa da hər yerdə dad olmalıdır. Çünki Gədəbəy kartofunun özəlliyi bambaşqadır. Biz yeyirik. Bambaşqadır. Amma operatorluğun qalıbı elə bir ki, elə bir biz ikimiz qalmışdıq. Onlara da ver, yazıqlar. Yoxdur. Ağızlar açıq qalır. Mən yedimsə elə bir operator yemişimi var. Ona görə mən yeyim dadından baxım. Sən canın tatlıdır, yoxsa yalandan deyirsən? Valla çox mükəmməldir. Həqiqi. Gözləməyə dəyər. Belə qalınlıqda xəmir olur. Olur. Amma əstəmaşaçılar, bir dənə bunu gizli deyim ki, bu xəngəl gecə saat 2-də hazırlanıb. Aldatmağımıza baxmayın. Bəli. Gecə saat 2-də Gədəbəy xəngəli. Nuş olsun. Nə var, nə yox, davam edəcək. Nabranın füsunkar güşəsində Xəzər sahilində yerləşən Palma sizə həm dincəlmək, həm əylənmək üçün ideal şərait təqdim edir. Təmiz hava, sakitlik, gözəl təbiət və yüksək səviyyəli xidmət burada sizi gözləyir. Rahat koteclər, təndir və ocaqbaşı restoranları, Azərbaycan və Avropa mətbəxindən ləziz yeməklər, aquaparklı böyük hovuzlar, uşaqlar üçün xüsusi hovuzlar, futbol, voleybol, badminton, tenis və bilyard, banket və konferans zalları, diskoteka, uşaqlar üçün əyləncə meydançaları. Burada həm ailənizlə, həm də dostlarınızla unudulmaz günlər keçirə bilərsiniz. Bu yay istirahətinizi təxirə salmayın. Palma sizi gözləyir. Ata, mən çox acımışam. Səbr elə oğlum. Qarşıda ən yetişmiş almanı görürsən, biz ora getməliyik. Ay ata, mən daha dözə bilmirəm. Bu almadan biraz dişləyəcəm, yaxşı? Özünü əl al bala. O dadlı deyil. Məqsədimiz var axı. O da ən yetişmiş almadır. Gəl oğlum, gəl biz gedək. Ən dadlı alma yeyək. Bu alma mənimdir. O ən yetişmiş alma mənimdir. Almanı mənə ver. Almanı mənə ver. Yox, bu yetişmiş alma mənimdir. Mənimdir. Mənimdir bu. Bu alma mənimdir. Almanı mənə ver. Almanı mənə ver. Ən dadlı meyvələrdən Qızıl Qusar və Qusar Naturals meyvə şirələri. Goranbar rayonunun Goran qəsəbəsi Banu mebel salonu sizə təqdim edirəm. Növbə və keyfiyyətli, avangard, klassik, modern üsul mebellər ən sərfəli qiymətə Banu mebel salonunda. Təqdim etdiyimiz mebellər siz Banu mebel salonunda sərfəli keyfiyyətləri və ən münasib qiymətə əldə edə bilərsiniz. Zövqlü dizaynda və rəngarəng mebellərlə evinizə yenilik edə bilərsiniz.
Goranboy rayonunun Goran qəsəbəsi Banu mebel salonu sizə təqdim edirəm. Növbü və keyfiyyətli, avangard, klassik, modern üsul mebellər ən sərfəli qiymətə Banu mebel salonunda. Təqdim etdiyimiz mebellər siz Banu mebel salonunda sərfəli kredit şərtləri və ən münasib qiymətə əldə edə bilərsiniz. Zövqlü dizaynda və rəngarəng mebellərlə evinizə yenilik edə bilərsiniz. Nə var, nə yox, davam edir. Sazını indi təbii kökləmirsən, sazı özünə yaraşır, özünə saza. İndi biz növbəti bir gözəl saza yer verək, amma Azad Qədəbəylidən. Hansı bir if olacaq? Bir daha salamlayıram hər kəsi efir qarşısında əyləşənləri. Deyirəm, aşıq sənətindən danışdıqsa yenə bir aşıq havası olsun. Kərəm gözəlləməz. Qoluna qüvvət, indi sənin də seçimin var. Buyur. Bunu götürsəm olar da yəqin ki. Bunu mən sənə hə deyim. Qırmızı rəngdən xoşum gəlir. Onda 2 də qırmızı var sizə. Bu da sənin. Bu da qırmızılar mənə düşdü. Çox sağ ol gəldiyiniz üçün. Allah var eləsin, bir daha uğurlu olsun verilişimiz inşallah. Təbii ki, yəni bayaq dediyimiz kimi Aşıqlar dediyi kimi, Müşfiq müəllim dediyi kimi hər zaman baxımlıdır. Daha da baxımlı olsun, uğurlarınız bol olsun, uğurlarımız bol olsun inşallah. Və həmişə belə işlərdə görüşək. Naftalan Medikal Turizm şirkəti Azərbaycan bütün mülklərini əhatə edərək daim xidmətinizdədir. Sağlam həyat, düzgün seçim. Naftalan Medikal Turizm şirkətinə əməkdaşlıq edərək istəyinizə nail ola bilərsiniz. Xoş istirahət, düzgün qidalanma və münasib qiymət. Bundan hamısı bir bulmanda. Gecələmək üçün rahat yataqlar və komfortlu otaqlar. Paytaxtımız Bakı şəhərindən Naftalana transfer xidməti. Həmçinin maraqlı turizmlər. Bunlar yalnız və yalnız bizim Naftalan Medikal Turizm şirkətinin öz xidməti və təbii ki, bu xidmətdən hər kəs yararlana bilər. Sağlamlığınızı daima düşünən
Naftalan Medikal Turizm şirkətinin kollektivi hər zaman xidmətinizdədir. Bəli, gözəl məkanda, gözəl bir diyarda, Gədəbəydə. Bu Gədəbəyin torpağı çox bərəkətlidir. İnsanları qonaqpərvər, zəhmətkeşdir, igidlər diyarıdır. Dağı, meşəsi öz özəlliyi, gözəlliyi, suyu bambaşqa. Amma burada hər şey təbiidirsə və təbii ki, gəldiyin bir yer məkan, olduğun bir istehsalat dünyaca çox məşhurdur. Slavenka suları adı hər zaman dillərdə əzbərdir. Gördüğünüz bu sistem qum karbon filtridir. Bulaqlardan gələn su bu sistemdən keçərək onun tərkibində olan yad cisimlərdir, çöküntülər süzülür. Deyilən kimi var, doğrudanla. Tam qatkısız, təbii, gözəl, natural. Sonra mən belə geçsəm, bəlkə buradan çox apardı. Buyurun. Çox gözəl. Gəldim və gördüm. İstehsalatla yaxından tanış oldum və gördüklərimizi sizə təqdim etdik. Və hər kəsə tövsiyə edərdim ki, Slavenka sularını və eyni zamanda limonadlarının dadından hər kəs dadsın. Hər kəsə nuş olsun. Gədəbəydə fəaliyyət göstərən Knyazlı gözəl bir ailəvi istirahət mərkəzi olan otelə, onun komandasına, onun ailəsinə, rəhbərliyinə minnətdarıq ki, bu gözəl xidmətdir xalq üçün. Bu artıq otel istifadə verilib və minnətdarıq ki, bizi çox gözəl qapağını üzümüzə açdı, qarşıladılar. Eyni zamanda Rövşən bəyə sizə minnətdarıq sonsuz. Dünənki və bugünkü dəstək və diqqətə görə Azad sənə, bizim gözəl şairimiz Müşfiq bəy sizə, dəyərli qardaşımız, saz sözdü bizim vüqar qardaşımız və onun gənc peşəkar davamlısı Əlidir, köməyimizdə olsun. Və nənə, hər şey yaxşıydı mı? Her şey yaxşıdır nenen kurban, burada bayaqdan bir kitaba baxıram. Deyir gözəl sözlər yazılıb, əzəldən qar olar, dağların başı, əriyər bulaqdan axar göz yaşı. Çətin gündə sına dostu yoldaşı, xoş gündə çağırar Knyaz Aknyaz. Deyirəm Allah qəni rəhmət eləsin, bu gözəlim iqamətgahı qoydu getdi. Və özünə məxsus bir tarixlər var. Burada nələr yatır. Tamaşaçılarımıza da sadəcə olaraq nə demək istəyirik? Bugün biz sizə demək istəyirik ki, bir yanı Göyçədir, bir yanı Gəncə, düşmənə baş əyməz heç vaxt ölüncə. İç narzandan, gəz şınıqda doyunca, gəzməyə elə sən Gədəbəyə gəl. Bu dəfə də nə var, nə yoxu Gədəbəydən dedik. Gələn dəfə baxım görüm nəvim məni hara aparacaq, elə oradan sizlə salamlaşacağam. Bəli, biz nə var yox deyib, hər həftə Azərbaycanın maraqlı, gözəl diyalarına üz tutub səfər edəcəyik. Amma tək yox, artıq yeni mövsümdə, yeni formatda bizim dilli tişli bir yerə dayanmayan Səmən nənə ilə. Amma nəğməli qolhamızla birgə. Özünüzə müayət olun, Allah amanda, var olun, biz də sizin üçün maraqlı proqramlar təqdim edək. Allah amanda. Nə var, nə yox, bitdi.